Salam, hörmətli izləyicilər. Mən coğrafiya MİQ təlimçisi Səməd Neytiram. Bu günlərim sizə litosfer bölməsindən geosignallara aid bir izaha baxacağıq. Və burada ən çox qarışdırılan və ən çox gələn suallardan biri, okean tavası ilə materik tavası toqquşan zaman əgər bir hissədə Ant-Kurler geosignal qurşağında sıra dağlar yaranırsa, niyə Avrasiya tərəfdə sıra dağlar yaranmır? Bunun səbəbi nədir? Avrasiya tərəfdə sıra dağların yox, əsasən ada və yarımadaların yaranması bu hissədə materik tavasının okean tavası ilə toqquşduğu hissə, əsasən bu hissəmizdə baxırıq ki, materik tavasının sualtı davanı var. Əgər sualtı davam varsa materik tavasında, Sakit Okean tavası bu materik tavasının ətək hissəsi ilə toqquşduqda ətək hissəni yuxarı qalxmasına səbəb olur və bu hissədə orta hissə köçmüş dəniz olaraq qalır. Ətək hissə isə suyun üzərinə çıxaraq bu ərazidə subduksiya zonalarında üzərində adalar yaratma prosesi baş verir. Ancaq Amerika tərəfdəki kimi, Ant-Kurler geosignal qurşağındakı kimi o hissəyə baxsa, orada görərik ki, materiklərin sualtı davamı çox da yoxdur. Sualtı davam olmadığına görə bir Sakit Okean tavası gəlir, materik tavasının altına girən kimi sahil hissənin qalxmasına səbəb olur və ona görə də Ant-Kurler geosignal qurşağında, sahildə, materiklərin sahilində sıra dağlar, amma Avrasiya tərəfdə, yəni Sakit Okean odlu bölüş geosignal qurşağı tərəfdə sualtı davam olduğuna görə ətək hissə ilə toqquşma nəticəsində ətək hissənin suyun üzünə qalxaraq ada və yaxud bir hissədə materiklərlə birləşik hissələrdə isə yarımadaların yaranmasına şərait yaradılır.